O nə balı belə? Bu qaymağıdır, qaymaq. Hə, balın qaymağı. Balın qaymağıdır, ancaq çox kaliteli bir şeydir. Təhlükəli. Kaliteli. Dadına baxmaq olar. O çox var. Şimdi bir baxın. Bu mənim klientimdir. Hə. İstəyən də bundan alır. Həmişə alır. Çox müalicəli bir şeydir. Bunda gülər, arı südür, hamısı var. Bu elə bir ki, bir dənə təbii, nə deyim? Atomdur. Simit Böyle bir şey. 4.50'ye alsa 8 manat. Şurası mı ne var? Bunlar da 4 manattır. Bunlar da 4.50'yedir. Əyirdə şirniyyatıdır. Əyirdə şirniyyatı. Bəli, Qarabağ xanlığının şah əsəri adlandırdığı və xan sarayında istifadə olunan çox məşhur bir şirniyyat olur. Neçə dağ tut? 2'ye, qarası 3 manatdır. Gilas? Qiymətlər var. 3.50'yedir. Nektarı neçədir? Çörəklərdir. Bunlar neçədir çörək? Balatalı çörəkdir ya. Balatalı çörək. Maya yoxdur tərsinində. 4 manatdır. Droşsuz da olar. Droşsuzdur, 20 gün saxlayır. Xarab olmaz. Deməli bu Qarabağın kətəsidir, amma tam qədim üsulda hazırlanmış kətədir. 13-cü, 14-cü əsrə aid olan reseptlər hazırlanır. Tərkibi inək südü, təbii inək südü, təbii inək qaymağı, təbii kərə yağı, inək yağı. Şeyləri 3 manata. Bu qara tut neçədir? O çöl pomidor. 2 manata salyan pomidoru. Çöl sahib pomidordur. Sahibdən kurun tavoyu deyirlər. Dostlar, hər vaxtınız xeyir olsun. Bugün gəlmişik Gənclikdə yarmarka, kənddən şəhərə yarmarkasıdır. Bu da yay fəslində meyvə tərəvəzinin qiymətlərini göstərəcəm sizə. Bir də siz də videonu bəyənin, şəhərdə fikirlərinizi bildirin. Mövsüm meyvələrini göstərəcəm əsas. Misal üçün burada gilas var. 4 manat 50 qəpik də bunlar. Bəli. Bunlar 4 manat 50 qəpikdir. Bunlar 4 manatdır. Bunlar da 4.50'yedir. Bu harandır bu gilas? Kuba gilası 4.50'ye ulardır. Bunlar da 4.50'ye. Alsa 8 manat. Şurası mı ne var? Bunlar da 4 manattır. Bunlar da 4.50'yedir. Şeyler 3 manata. Bu qara tut neçədir? Uşaqlarını qoyun mənim yanıma. 4 manat. 4 manata. Kilasına verirəm sana 3 yarıma. Bunu verirəm 2.70'e. Şurana 2.70'e. Pazar olsun. Yere 3 yarım. Şaftal 4 manattır. Salyan O çöl pomidor. 2 manata salyan pomidoru. Çöl sahib pomidordur. Sahibdən kurun tavoyu deyirlər. Xiyar 1.30. Bərdə xiyarı var. Amma lobya 1.80. Nə vaxta kimidir burada yarmarka? Sabah akşamı. Bir gün, Sabah akşamı. 2 günün tək. Hər həftə olacaq. 3 sentyabr. Sentyabr ayının hər həftə olacaq 6 bazar. Yəni çox olacaqdı. Mən sonra təzə indi açılışıdır. 1.80 lobya harandır lobya? Lobya şəkil. Şəkil lobyasıdır. Badımcan 2.40. Var 2.80. Hamısı bax Sabah 80. Sabirabadın məhsullarıdır var. Qardaşqalar da Nalana gözəldir. Şəmkirdən. Şəmkirindir. 80. Bu İsmailli. İsmailli 1 manat. Qırmızı kərtop. Soğan da 50 qəpiyyədir. Allah. Pazarınız olsun. Sonra burada tut var. Sağ olun. Neçə dağ tut? 2'ye, qarası 3 manatdır. Əri 2 manat. 2 manat. Pomidorlar bəs? Onlara bir qardaşa 1 manat verirəm. 1.20 düşdü 1 manat. 1 manat, pomidor 1 manat. Orada çəlli var, hərəkət. Pomidorlar 1 manat. Bal satışlar var burada. Bal 30 manatdır. Vişnələr. Vişnə neçədir? Vişnə kilosu 5 manat. Gilas? Qiymətlər var. Gilas 5 manatdır. Pomidor 1.50'ye, yapın 55 manat.
Burada rozu pomidor var. Bunlar 1 manat 30 qəpiyə. Kök 1 manat. Bunlar da kilosu 3 manata. Bağdal da 1 manatadır. Xiyar 1.20, pomidor 2.20. Şaftalı 3.50-dir. Nektarı neçədir? 3.50 ikisi. Kilolar 5 manat. Bu gaz neçədir? Hamısı 3.50-yə görsə. Bu xaçmazlıq qubadır ha. Bu alça var 2 manata. Böyükləri 9 manat. Kilosu 6 manata. Kilosu 9 manata, 5 manata. Sort basort, fərqli. Bu xartut neçədir? 6 manat. Qab 6 manat. Çeyrək bəs? Çeyrək 4 manat. Ballar da 25 manata, 30 manata. Sonra şol pendir 4 manat, mal pendir 10 manat, koyun pendir 14 manat, keçi pendir 14 manat, ərinmiş yağ 20 manat, nehrə 20 manata. Nehrə yağıdır. Burada da kəsmi yağ 6 manatadır, camış pendiri 10 manat. Sonra şor 4 manat, süzmə 4 manat, çolpa yoxdur. Lavaş 1.50, pendir, qatıq 4 manatdadır, bançəsi, camış pendir 12 manat. Daha da pendir softardır. Bu nə pendirdir? Pendir də, saçaq pendir də, 6 manatdır kilosu. Lavaş 30 manata. Kalbası da satırlar 6 manata, 16 manata kilosu. Süzmə 4 manat. Sonra belə var, doşab 12 manat, alma sirkəsi 5 manatadır. Gələbəy ballardır. Bunlar neçədir ballar? 20 manat. Ramka neçədir bə? 35 manatda ramkadır. Bunlar neçədir? Baldır bu? 20 manata verirəm. 20 manata. Haram baldır? Qaz balı. 20 manata. Zəfəran? Zəfəran da 20 manat. O da Bakı zəfəran. Böyle bir ki şeyle bir yerde de Şanıyla. şanıyla bir yerde bağlı. Bazarınız olsun. Cihətlər də 1 manatdır, dəstəsi 6 ədədi 1 manatdır. 6 ədədi 1 manat cihətlər. Buradakı Şərqi Zəngəzur evi. Cəbrayıl Qubadlı Zəngilan. Belə məhsullarıdır. Qədim Ağalı qonaq evi. Belə maraqlı məhsulları var. Belə məhsullardır, çiçək. Belə çoban yastığıdır. Belə maraqlı şirniyyatdır. Kətələrdir, Qarabağ kətəsi. Çörəklərdir. Bunlar neçədir çörək? Halatalı çörəkdir ya. Halatalı çörək. Maya yoxdur tərsinində. 4 manatdır. Droşsuzdur olar. Quruşsuzdur, 20 gün saxlar. Xarab olmur. Xeyr. Neçədir? Bu 4 manat. 4 manata. Balacası da Balaca bunlar 2 manat. 2 manat. Bunlar nədir bə? Bunlar qozlu, südlü, kərə yağlı, darçınlı, Konfet kimi şey. ballı, doşablı, qənd. Çay içməyə Bəli, görə. bəli. Çay içmək. Bunlar da Qarabağ kətəsidir məşhur. Hə, amma 13-cü, 14-cü əsrə aid olan reseptindən hazırlanır. Bu tarix danışardınız da bunun haqqında. 13-cü, 14-cü əsr görürsünüz. Deməli, bu Qarabağın kətəsidir, amma tam qədim üsulda hazırlanmış kətədir. 13-cü, 14-cü əsrə aid olan reseptindən hazırlanır. Tərkibi inək südü, təbii inək südü, təbii inək qaymağı, təbii kərə yağı, inək yağı, bəli. Və içinin dolgusunda tam fərqli müxtəlif ədviyyatlar və qozla hazırlanma bir təamdır. Çox fərqli özəl dadı var. Neçədir o? Bunlar 2 manatdır. 2 manat. O birisilərdən mağazinlərdə satılan bu fərqlənir. Bu əsl orijinaldır. Çox fərqi var və çox fərqi var. Yəni dad baxımından, nə deyim, keyfiyyətli, mədədə sağlıqlı bir qidadır. 100% artmayla ola bilərsiniz. Özü də kasada
Bəli, Aksanın üzvüyəm. Hal-hazırda üzvüyəm. Bu deməli Qarabağın, qədim Qarabağın unudulmuş bu da Əyirdə şirniyyatıdır. Əyirdə şirniyyatı. Bəli, Qarabağ xanlığının şah əsəri adlandırdığı və xan sarayında istifadə olunan çox məşhur bir şirniyyat olur. Hardasa mən belə deyim, 6 ildir Qarabağın unudulmuş qənnadı növlərini araşdırıb çıxartmışam. Yəni yeganə Azərbaycanda şəxsən bu işlə məşğul olan 28 ildir qənnatçılıq sahəsindəyim, amma 6 ildir Qarabağın unudulmuş məhsullarını araşdırıb tanıtmağa çalışıram. Məqsədi yəni Qarabağı, Şərqi Zəngəzuru tanıtmaqdır. Bəli, bəli. Bunlar neçə ola belə hədiyyəli? Bu belə hədiyyə, bu belə 30 manat. 30 manat hamısı bir yerdə. Amma dənə-dənə alsalar, Dənə ilə alsalar 30 manatı böləcək. nə qədər düşür? Hə. Çox dadlı, çox özəl dadı var. İstəsəz qoxusundan biləcəksiniz. İşmə qənd tanıyarım olsun, 5 manat. Bu da balatalı çörəkdir. Qətiyyən tərkibdə maya yoxdur. Bal və alma hazırlanmış mayadır. 2018-ci ildən yetişdirilmiş. Bəli, bəli. Ramaşka neçə? Ramaşka 2 manat. Özüm öz əlimdən dağlar. Daha əziyyətinə dəymir də, yəni. Çox Ondan Amma Qarabağın kəpəksi ola bilməz də. Gədəbəyin bunlar. Hə, o Gədəbəydə başqa. O da gözəldir. Bu satışlar nə vaxta kimi olacaq burada? Satışlar sabah axşam üstünə qədər davam edir. Amma sentyabra kimi hər 6 bazar Bəli, bəli, olacaq. hər 6 bazar sistemimiz olacaq burada. Düz verdim də. Yox, 1 manat. Nəsə kimi eləmişəm, çox üzüldüm sahib. Deməli, bu da bizim balatalı çörəyimizdir. Balatalı çörəyimiz heç bir maya yoxdur tərkibində. Yəni, zaten balatalı deyəndə başa düşürlər, alanlar, yeyənlər bilirlər. Bu illərdir almadan və baldan hazırlanmış, belə deyim, mayadan illərdir yedizdirmə üsulu ilə günə qədər gətirmişik və o üsulla hazırlanıb 2 günə hazır olur bu çörək. Bunların da damı şişirtmir də, çökətmir. Xeyr, nə köp vermir, nə köp vermir, çox tutumlu olur, köp vermir, çox sağlıqlı və yəni nə qədər yesəniz də Dietikdir. bəli, bəli, yəni kökəlməyə qoymur. Çox dadlı və ləzzətlidir. Qoxusundan da yəni həm balın, həm almanın qoxusunu almaq olur çörəkdən. Bunlar da çəkislərdir. Bunlar da maffinlərdir. İçi dolğulu, vişnə dolğuludur, özü də şokoladlıdır. Bu isə dietik kurabiyəmizdir. Sağlıqlı tərkibində bunun da heç bir un yoxdur. Quru meyvələrdən, gerkulisdən və ləkələrdən hazırlanma belə bir sağlıqlı məhsuldur. Bu da isə yenə quru meyvələr və ləkələrdən, amma bunun tərkibində gerkulis olmadığı üçün bu bişmir. Sadəcə hazırlanır, qəliblərə qoyulur və sonra doğranır. Bunlar eyni şeydir də bunlarla ora qoydum. Eyni şeydir. Qəndi demişdik. Buradan Çiçək Bayramova. Instagramda var. Qarabağ Şekran. Buradan yaxınlaşdırıb sifariş verə bilərsiniz. Çünki bunlardan çox yerdə olmur. İnşallah təmir gedir Cəbrayıl şəhərində. Öz brendimizə uyğun gözəl bir çiçək kimi mağazamız açılacaq. Cəbrayılda. Bəli, Cəbrayılda təmir gedir. İndi obyektdə Qarabağın əsasən unudulmuş qənnadıları olacaq. Nə vaxt açılacaq ora? İnşallah nəzərdə tutmuşuq yəqin bu ay olmasa da gələn ayın əvvəllərinə təsadüf edəcək. Çox qəşəng. Ora böyük olacaq. Yəqin Qarabağa aid bütün şirniyyatlar orada Bəli, olacaq. bəli, Qarabağ həm konsept Qarabağa aid olacaq, yəni əlbəttə ki, daha çox olacaq. Sağ olun, çox sağ olun. Sağ olun, minnətdarım. Sağ olun. Belə. Adam. Bu nə balıdır elə? Bu qaymağıdır, qaymaq. Hə, balın qaymağı. Balın qaymağıdır, ancaq çox kalitəli bir şeydir. Təhlükəli. Kalitəli. Dadına baxmaq olar. O Keyfiyyətli. çox var. Şimdi bir dənə baxın. Bu mənim klientimdir. Bax, Hə. istəyən də bunlar alır. Həmişə alır. Çox müalicəli bir şey. Bunda gülər, arı südü, hamısı var. Bu elə bir ki, bir dənə təbii, nə deyim? Atomdur. Simiger, təbii. Belə bir şeydir. Bunu bırakın, aratın. Ver.
Bu hər altı bazar olacaq ha, bu da satış. Altı bazar burada. Bazarınız olsun. Sağ ol, çok sağ ol. Bu qiymətləri də balların.